onda aliment o əmək haqqının və gəlirlərinin müəyyən hissəsi kimi tutula bilər. Burada necə tutula bilər? Bir uşağa görə qanunvericilik şəxsin qazancının və digər gəlirlərinin 1/4 hissəsində, 2 uşağa görə qazancı və gəlirlərinin 3/1 hissəsində, 3 və daha çox uşağa görə isə qazancın və digər gəlirlərin yarısı hissəsində aliment tutmağı müəyyən eləyir. Və təbii ki, bu hallar, bu paylar imperativ deyil. Qanunvericilik məhkəmə tərəfindən ailə vəziyyəti, maddi vəziyyət və başqa diqqətə layiq halları nəzərə alınmaqla bunun azaldılması və artırılmasını mümkün hesab edə bilir. Baxın, bu məsələ ilə bağlı qeyd edirəm ki, bəzən olur ki, şəxs nikaha daxil olur, nikahdan bir uşağı dünyaya gəlir, sonradan nikah pozulur və bundan sonra başqa şəxslə nikaha daxil olur və həmin nikahdan da uşaq